Məsələ 7 hesablayın. Kök altında 5 vuraq, kök altında 5, kök altında 5, kök altında 5 sonsuz davam eləyir. Və bizdən tələb olunur ki, bu ifadənin iç-içə köklər ifadəsi hasilini tapma. Yazıram ifadəni. Kökün altında 5, vuraq kök altında 5, kök altında 5, kök altında 5 və s. Sonsuzluğa qədər davam eləyir. Və biz bu ifadəni bir x ədədindən işarə eləyək. X-ə bərabər eləyək. Buradan çıxır ki, hər iki tərəfi kvadrata yüksəlsək, alırıq. Birinci kökdən azad olur. Olur 5 vuraq, kök altda 5, vuraq kök altda 5, kök altı vuraq kök altda 5 və s. Sonsuzluğa qədər iç-içə köklər hasil 5'lər davam edir. Bərabərdir kvadrata yüksəl sağ tərəf verdi x-in kvadratını. İndi fikir verin, bu ifadə 5 vuraq bu ifadə elə verilən ifadənin özüdür. Yəni bu x-in özüdür elə. Bundan mən yaza bilərəm, buradan çıxır ki 5 vuraq x bərabərdir x kvadratına. Bu da natamam kvadrat tənlikdir. Bunu yazırıq. X vuraq x çıxaq 5 bərabərdir 0'a. Buradan alırıq x1 bərabərdir 0. Bu ödəmir, bu sonlu ədəddir və bu ödəmədir, bu kök. Deməli x2 bərabərdir 5 alırıq. Beləliklə tələb olunan iç-içə 5'lərin, kök altı 5'lərin hasilləri cavabı elə 5'ə bərabər.